Sizlerle birlikte belə bir oyun var. Süpermarket oyunudur. Ve bu oyunla biz satıcılığı, kasırı öğrenecek. Burada reklamımız geldi. Aslında birlikte elə belə dedim. Bakın, deyir belə oynat. Bu bizim ilk teravazimizdir. Bunu bura koyuyoruz. İlk önce dostlar ben bunu Türkçe edeceğim. Çünkü özüm Azərbaycanlıyam ama Türkçe edirəm çünkü ne deyim, Azərbaycan dili yoxdur da. Gəlirəm almanın qiymətini yazmağa. Elə ən baha qiymətə satıram. Bence en ucuz qiymət də desək olar. Gördüğünüz kimi indi adamlar gəlir yavaş-yavaş. Dört tane alma 8 manat 80 qəpik. Sizə qaytarmalıyam 1 manat 20 qəpik. Çox sağ olun. 11 manat 20 qəpikdir sizə. Buyurun. Çox sağ olun. Gördüğünüz kimi 1 manat 20 qəpikdə sizə qaytarmalıyam. Buradan bir adet bundan alırıq, bir adet bundan alırıq, bir adet bundan, bir adet bundan. 41 sentimiz getdi. İndi dolarımız getdi. Teslimatımız gəlir, göydən uçacaq deyəsən. Oy, gəldi. Göydən uçdu. Gedək mallarımızı düzək rəfə. Gördüğünüz kimi bunun qiyməti də buna ən bahalı qoyacağım ki, insanlar bahalı alsınlar. Mənə də ucuz gəlir belə kar əldə etmək. Portağalımız da gəldi. Gözləyin, gəlirəm. Almamızı da düzək. Və artıq kassaya keçirik. Buyurun, sizdə bir kofedir, bəli. Sıfırına xoş geldiniz. Sizdə belə, bəli. 9 manat 41 qəpik kart, bəli. Buyurun, xoş getdiniz. Ve seviye 2'ye keçdik dostlar. Reklam geldi yine. Ay reklam, ay reklam. Bir dakika. Reklam geldi. Ve indi. Yok abi, bunu yükle. Ve dostlar, bundan sonrakini mən fikirləşdim ki, döner efsanesi videosu gəlsin. Yəni məncə elə qəşəng bir video olacaq. İndi hələlik bunu oynayaq. Bundan sonraki videoda onu oynayacaq. Bəli, girdik. Buyurun xanım, 59 qəpik baş üstünə. Gedebilirsiniz. Bəli xanım, 2 manat 20 qəpik. 2 manat 20 qəpiyiniz. Buyurun, xoş getdiniz. Salam sabahsaya. 11 manat 4 qəpik. Bəli. Bunu sizdən unutmadı. 16 qəpik.
kartdır, bəli. 896. Oy. Sıradadır. Bunlardan da alaq. Reklam, yeni reklam. Yeni reklam, ay reklam, ay reklam. Gördüğünüz gibi dostlar. Həqiqətən bu çox gözəldir. 14 manat 93 qəpik, bəli. Kartdan çox sağ olun. 4 manat 48 qəpikdir sizin hesabınız, bəli. Dostlar, həqiqətən çox gözəl oldu belə işləmək. Mənim üçün bu oyunu sevdim, yəni qəşəng oyundur. 10 manat 49 qəpik, bəli. Çox sağ olun. 11 manat 4 qəpik. Bir dəqiqə. Xoş getdiniz. Salamınızı nasıl? Səviyyə 3-ə keçdik dostlar. Nədir? Wow, belə bir şey açıldı. Hər neysə 7 manat 70 qəpik atacaq, bəli. 2 qəpiyiniz, çox sağ olun. Çox sağ olun. Hayda, reklam gəldi. Ay dostlar, eləcə reklam gəlir. Biz bu reklama nə edəcəyik? Dostlar, bu arada kim reklamı sevmirsə yorumlara yazsın ki, reklamı sevmirik. Ya da yox, elə yazmayın. Yazın ki, bir nöqtə qoyun. Bir nöqtə qoysanız biləcəm ki, sevmirsiniz. 2 nöqtə qoysanız biləcəm ki, sevirsiniz. Həqiqətən bu oyun biraz qəşəng oldu, amma reklamı çoxdur da. Buna axırda görək 10 üzərindən neçə puan verəcəm. Hələ oyunumuz davam edir. Qoy görək, reklam. Yüklənir. Buraya giririk. Bunu sataq 20 dolara. Qapımıza belə bir hədiyyə gəlib. Belə bir tablo kimi şeydir sanırlar. Yox, istəməm. Kasım bunu gözləyirlər. 2 manat 22 qəpik. Bəli. Sağ olun. 2 manat 26 qəpik. Bəli. Aha, bəli. 42 manat. 2 manat 22 qəpik. Sizə 45 manat 60 qəpik ödəməliyəm mənsə. Bəli, çox sağ olun. Hamı getdi, mən də artıq bağlıyım. Mallar vurum. Ən çox çalışacağımsa çay vurum. Yox, bir dənə vurum. Çay çox bahadır, həqiqətən dostlar. Bir dənə bundan, bir dənə bundan, bir dənə bundan, bir dənə bundan, bir dənə bundan. Bir dənə bundan. Oyda çox getdik. Bunu çıxaq, bunu çıxaq. Bunu çıxaq. Bunu götürək. Bunu götürək. Yoxsa bu da bu şəkildə göstərir.